Elə bir dəfə maraqla, gör ki, sən bir torpağı çəkmək üçün çəkə bilərsən. Amma onun ən azı getməsin bələdiyyə. Sabah məhkəmədə sənə o qədər sual verərlər ki, Qardaş, sənə bir dənə özün söz özünə deyim. nifrət eləyirsən. Sənə bir dənə söz deyim. Bax, Hə. zibilliyi çəkmişəm, düzdür? Hı. Zibilliyi çəkmişəm. Bələdiyyə nə qədər deməlidir ki, bələdiyyə nə qədər deməli? Mənim evimin 50 metr onda zibil başını alıb gedir. Mən nə etməliyəm? İctimailəşməyim, nə edeyim mən? Aso, bax burada indi mən sizə bir daha söyləyim. Bax zibilliyi çəkirsiniz də. Çox gözəl. Bu ictimai nəzarət olmalıdır. Bu gözəldir. Amma müraciət eləməlisiniz. Orada bir vətəndaş deyil ki, sizdən başqa da var. O zibili ora atan da vətəndaşlardır və orada yığılıb qalan da vətəndaşdır. Amma siz onu çəkib bələdiyyə icra hakimiyyətinə birinci göndərməlisiniz və müraciət eləməlisiniz ki, bu problem həll olunmazsa biz bunu ictimailəşdirəcəyik. Özünüzü sığortalı onda, sabahları hər hansısa bir yerə sizi çağıranda göstərginən ki, qardaş, mən müraciət eləmişəm, bu mənim əlimdə sübutu. Sənə bir dənə qardaşım bir söz desin. Mən sənə görə deyim, istəyirsən axşamadan çək paylaş. Sabah sən giriniz qalacaqsan. Özün deyil. Mən sənə bunun hüquqi formasını başa sallam. Başa düşdüm, hüquqi formasını başa düşdüm. Ancaq bugünkü gün, yəni elə məsəl üçün tutaq ki, bizim evin yanından zibilli olan yerdən Saatlı, Sabirabad, İmişli ərazisinə yol var, çöl yolu. Aha. Məsəl üçün adam insandır da hər bir kəndin onun ərazisindən bilinir ki, bu kəndin vəziyyəti nə yerdədir. Zibil əlindən yer yoxdur. Kilometrlərlə zibilləri ora kim atır? Zibili kim atır ora? Mən onu bələdiyyə dedim. Dedim bir dənə gətir kamera qoy. Video Wi-Fi-li kameralar var, şükür Allaha. Kim zibil atır, gətirsinlər 300 manat cərimə yazsınlar. 2 adama cərimə yazdırsın, 3-cü adam atmayacaq. Mən bir dənə söz sorayım. Şeydə deyirsən ki, indi kənddə zibil atanları cərimələsinlər də, düzdür. Öz kənddə, düzdür. Ora zibil atanları görə siz tanımırsınız. Sizin kəndin cəmaətidir də.